Çox qəribədir ki, mən keçən dəfə Fidan xanıma da demişdim bunu. Biz bəzən heç öz hisslərimizin adını belə bilmirik. Bəli. Nəyi ifadə etmək istəyirik, onu belə bilə bilmirik. Mən başa düşmürəm ki, yəni bunlar nədən doğur da? Bu uşaqlıqda bizə aşılanmayıb, aydındır. Cəmiyyətdə məsələn mən görməmişəm də. Mən həqiqətən deyirəm ki, mən Yasamalda bir məktəbdə oxumuşam. Orada içərdən içəri bir məktəb idi. Orada hətta bizim nədir bu? Sinif rəhbərimiz bizə deyirdi ki, oğlanlara hörmət eləyin. Demirdi ki, özünüzə hörmət eləyin. Orada belə baskı altında olmuşuq da biz. Ona görə indi hisslərimizi, fikirlərimizi ifadə edə bilmirdik. İndi də gəlib çatmışıq 40-a yaxın gedir indi inşallah. Burada da qalırsan sən belə yol ayrıcında. Bilmirsən düz eləyirsən. Bilmirsən səhv eləyirsən. Və deyirəm ki, hərə bir yoldan gedir. Kimi yoqanla, kimi Quranla, kimi psixologiyanın. Mən orada belə oldu ki, anladım ki, bizim o ali mənimiz var, ruhumuz var və ruh rəhbərdə deyir, türklər ali məndə deyirlər, TT-də də var bu. Burada biz buna çatmaq üçün, bunu dinləmək üçün bu qəlbimizə. Niyə bəsirət gözü açıq olan deyirlər ki, ürəyimə damdı. Yəni onun gözündə pərdə açıqdır da, pərdəsi yoxdur, reallıqları görə bilir. Və o intuisiya qabiliyyəti güclüdür o insanın. Orada görünməyəni görməklər var. Çakralar açanda bu hamı o işlə çox adam deyir bəsirət gözümü açın. O çox da olmaz. Çünki insanın müəyyən psixoloji vəziyyətinə görə az lazımdır ki, birdən-birə açılmaq da həyat yoldaşında elə şeylər görə bilər. Mən özüm son 2 ildə o qədər şoklar yaşayıram ki, niyə? Əvvəl mən onları görmürdüm. İndi görəndə şok yaşayıram. Həqiqətən də bir dəfə ölürəm, dirilirəm. Əslində necə olur? Elə bir ki, görəndə insan həqiqətən ona belə qəribə gəlir, ağır gəlir. Əslində onlar normal şeylərdir və 27 ildə həyat yoldaşın oymuş. Amma bəsirət gözündəki o pərdə götürüləndə biz belə şeylər var ki, siz dediniz hisslər. Hisslərdən danışmaq istəyirəm. Bugün hisslərimiz özümüzü tanımaq üçün öz həyəcanımızı, içimizdə baş verən nələrsə var, yemə pozuntusu olur, Azərbaycan qadınlarına tək yemək icazə var, heç nə yoxdur. Və ona görə bizdə misal üçün yemək yeyəndə nə baş verdi ki, mən siqaret çəkmək istəyirəm, kişilərə aiddir. Nə baş verdi ki, mən içmək istəyirəm, nə yaşayıram. O hisslərə baxırsan, görsən orada trevojnost deyirlər, həyəcan pozuntusu qalxanda, orada aqressiya qalxanda, orada insan ağrı çox hiss eləyəndə, ağrını duymamaq üçün gedib mən oturub yemək yeyirdim. Keçdətdə bizdə il yarım, 1 il, bəlkə də 2 il yalnız texnikalar, uprajneniyalar, yəni hər nələrsə var idisə, qrup terapiyasıdır. Hamısı hisslərimizi tanımaq üçün idi. İndi bu adi bir sadə yemək yeyəndə, bir məkana gedəndə, bir toya, qonaqlığa gedəndə, mənim bədənimə burada komfortludur, mən özümü necə hiss edirəm. Birinci ona fikir verməlisən ki, indi və burada dərin nəfəs al ver, mən nə hiss eləyirəm? Mənə hansı hiss gəlir? Kədər mi gəlir? Orada ağrı mı gəlir? Çox vaxt kədər, ağrı ola bilər və həyəcan ola bilər, qorxu ola bilər, çox hisslər gələ bilər, aqressiya ola bilər, ondan sonra nifrət ola bilər. Biz o qədər bastırırıq ki, onu kim gəldi öpüşürük, görüşürük, xoş danışırıq, xoş davranırıq, toyda zat da belə hamı bir-birinə. Amma bədən orada durmaq istəmir, o insanla üzbəüz oturmaq istəmir. Sadəcə olaraq olur da, bədən bilir ki, o mənə nə vaxtsa çox pis ağrıdır, artıq mən o ağrını yenidən hiss etmək istəmirəm. Emosional yetkin zaten bu insandır ki, bizim uşaqlar türk multikına, cizgi filminə var, üzrə hesab edin və yaxud türk kitablarım var, çoxlu onu oxuyuram. Psixologiyada o qədər türk dilində gözəl xarici mətbuatın tərcüməsi var. Demək, emosional yetkin insan özünə qulaq asır həmişə və deyir ki, mən bir dəfə palçığa düşdümsə, bir də ora getmişəm. Onlarda patterni, povedieniya deyirlər, təkrar olan hadisələr yoxdur. Emosional yetkin insan palçığa bir dəfə girir, analiz edir, qərar verir, sonra özünü qoruyur. İçindəki uşağı, Aytəni qoruyur ki, ona bir də haqsızlıq, ona bir də sərhədləri pozulmasın, ona bir də sevgisiz, nifrətlə baxış olmasın. Seçir.
Mən indi nə hiss edirəm, hardayam, indi və burada birinci olmağa çalışıram, nəfəs alıram, materialı yoxlaya bilərəm, ayağım yerdədirmi, altımdakı stolum necədir, rahatdırmı? Bu komfort bəzən bir kafeyə girib xoşun gəlməyən bir yerə qaranlığa mı, işığa mı və yaxud narahat bir stulda mı otura bilərsən rəfiqənin təkidi ilə. Əgər biz onları da yoxlasaq, indi burada mən özüm necə hiss edirəm, stolum necədir, otağım. Deyim ki, əvvəl gələndə mən burada özümü çox narahat hiss eləyirdim, yəni birinci dəfədir. Amma sonra indi elə bir sanki bura mənim üçün başlayıb şey olmağa, aydınlanmağa başlayıb. Sanki buranın bir özəl polya deyirlər ona, alan var. O mənim üçün əzizdir, dəyərlidir.